Sürücülərin nəzərinə bir xəbərdarlığı diqqətinizi çatdırırıq. Gündəm xəbərin efirində 14 fevral tarixidir. Belə ki, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi şənbə və bazar günləri şəhərlər arası yollarda nəqliyyat axınını nəzərə alaraq sürücülərə səfər öncəsi təhlükəsizlik tədbirlərinə xüsusi diqqət etməyi tövsiyə eləyib. Bu barədə məhz Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Məlumatda qeyd olunur ki, yola düşməzdən əvvəl avtomobilin texniki vəziyyətini yoxlamaq vacibdir. Əyləc sistemi, sükan idarə etməsi, təkərlərin vəziyyəti və işıqlandırma qurğularının sazlığı səfərin təhlükəsiz keçməsində əsas rol oynayan amillərdəndir. Hərəkət zamanı sürət həddini, yol şəraitinə uyğun seçmək, öndə gedən nəqliyyat vasitəsi ilə ara məsafəni qorumaq və yalnız icazə verilən yerlərdə ötmə əməliyyatı aparmaq yol nəqliyyat hadisələrinin qarşısını almağa kömək eləyir. Uzun məsafələrdə isə yorğunluq hiss etdikdə qısa fasilə vermək zəruridir. Səfər boyunca diqqəti yayındıran amillərdən xüsusilə mobil telefondan istifadədən uzaq durmaq və təhlükəsizlik kəmərindən istifadə etmək isə hər bir sürücünün əsas vəzifəsidir deyə məlumatda bildirilib.